kimisə Ləman deyə çağıranda istəmsizcə dönüb baxıram. Elə bilirəm məni çağırırlar. Nə yazmırdılar? Bu aktrisanı öldürmək istəyirəm. Üzr istəyirəm, unutdum. Sağ ol. Cümləm qarışdı. Mən sevirəm qisas almağı. Yenidən görüşdük, çox xoş oldu. Bəli, mənə də çox xoş oldu. Çarəsiz serialında sənin obrazın demək olar ki, partladı da. Həm mənfi obrazdır, həm belə rəngarəng bir obrazdır. Sənin demək olar ki, bütün potensialının üzə çıxması üçün bu mən hesab edirəm ki, əvəz olunmaz bir roldur. Elə buradan başlayaq Çarəsizdən. Necə oldu və necə qarşılandı? Və necə buna özü hazır bildin bu obraza? İlk öncə olaraq bu layihə üçün, bu obrazı mənə verdikləri üçün Oscar Production-a, Yaşar bəyə, Vüsal Məmmədova, Vüsalə xanıma təşəkkür eləyirəm. Çarəsiz serialı digər işlərim kimi fərqli bir iş idi. Obraz tamamilə mənə yadı idi. Yəni, mənim üçün çətindir demək ki, hansısa xüsusiyyətlər bənzəyirdi, oxşar idi. Yox, tam fərqli idi. Qəribə hisslər var. Hələ də kimisə Ləman deyə çağıranda istəmsizcə dönüb baxıram. Elə bilirəm məni çağırırlar. Tərəddüdlər oldu, mənfi obraz idi da. Tərəddüdlər oldu. Əslində ilk başda biraz tərəddüd elədim mən də bu obrazı qəbul etməkdə. Çünki buna qədər digər işlərimdə mənfi obrazları oynadığım üçün, oradakı işlərimdə mənfi rolları canlandırdığım üçün istəmirdim mənfini. Düşünürdüm ki, bu dəfə müsbət bir obraz oynamaq istəyirəm də. Amma sonra gördük ki, gedişatda dəyişir, xətt başqa cür olacaq. Hal-hazırda da indi tamaşaçılar izləyəndə də görür ki, Ləmanın xətti artıq dəyişir orada. Tam mənfidə deyil, müsbətə doğru gedir. Düşündüm ki, fərqli bir obrazdır və götürməyə dəyər. Necə qarşılandı? Məsələn, getdiyin yerlərdə, yolda, rizdə belə tənqid eşitdinmi məsələn? Mən özüm şəxsən baxıram o seriala, bəzi məqamlarda deyirəm, ifritə. Xüsusən o bacını itələyib atırsan balkondan. Məsələn, o məqamlar, bir çox məqamlar var ki, məsələn, qıcıq doğurur həqiqətən. Yəni, bu da sənin obrazını mükəmməl oynamağından irəli gəlir. Təşəkkür edirəm. Əslində, çox fərqli bir şey oldu ki, demək, biz bölümləri YouTube-a verəndə, mən bəzən kommentariyaları oxuyuram orada. Görürəm ki, mənfi rəy yazan izləyicilər çoxdur. Çox tənqid edilirəm, çox mənfi reaksiyalar var mənə qarşı. Amma realda tamaşaçılarla üz-üzə gələndə əksinə sevgi dolu yaxınlaşırlar. Yəni, biraz təzadla qarşılanır da. Orada tamamilə mənfi rəylərdir, yazılanlar, heç ürək açan kommentariyalar deyil. Məsələn, ən sərt nələr yazdılar? Ən sərt... Əslində, bu sənin uğurundur, aktrisa olaraq. Bəli, uğurumdur. Nə vaxt ki, mən hansısa bir həmkarımla və yaxud tamaşaçı ilə üz-üzə gələndə onlar artıq xoş sözlər deməyə başlayır. Mən onda orada görürəm ki, alınıb. Çünki mənfini sevdirmək belə çətindir. Nə yazırdılar? Nə yazmırdılar? Çox həyasızdır, çox ifritədir. Ləmanı öldürmək istəyirəm. Ümumiyyətlə, bu aktrisanı öldürmək istəyirəm. Bu aktrisaya nifrət eləyirəm. Bu obrazına görə deyənlər belə var idi. Mən oxuduqca şoka düşürdüm ki, yəni bu qədərmi nifrət qazanmışam və bu qədərmi sevilib. Cavab yazırdım onlara? Qətiyyən. Xeyr. Bu vaxta qədər heç bir xoş və xoş olmayan, mənfi, müsbət heç bir kommentariyaya cavab verməmişəm. Nədən irəli gəlir bu? Birincisi, say çoxdur. Çatdıra bilmərəm. Onlar çoxdur, mən təkəm. İkincisi isə biraz gizli qalmaq, gizlidən oxumaq mənə daha yaxşı təsir bağışlayır. Mənim üçün daha maraqlıdır. Bildirməmək, heç bir qarşılıq verməmək, sadəcə oxumaq, kənardan izləmək ki, nə baş verir. Obrazımı izləmək və tamaşaçıların ona reaksiyasını izləmək. Sənət adamları var ki, məsələn, o şərhlərdən hətta depressiya düşənlər düşürlər. Var, amma heç vaxt elə olmamışam. Mən ümumiyyətlə bu sənətə ilk gəldiyim, ilk çəkildiyim zamanlarda belə özümə
onu qoydum ki qarşıma. Heç vaxt heç bir mənfi rəydən, heç bir depressiyaya, heç bir təsir altına düşməyəcəm. Bu Düşmürəm. xarakterinlə irəli gəlir, həm də yoxsa? Məncə xarakterimlə Bəlkə irəli gəlir. bürcündən? Bürcümdən də ola bilər. Şir bürcü olduğum üçün bürcümdən. Mən bütün mənfi rəylərə açığam. Müsbət və mənfi bütün rəylərə və mən hər zaman deyirəm ki, tamaşaçı mənə görə haqlıdır. Həmişə. Çünki mən də tamaşaçı kimi, tamaşaçı qismindən özümü izləyəndə, özümü deməyim, Ləmanı izləyəndə mən də heç yaxşı fikirlərə sahib olmuram. Məsələn, Ləmana nə deyirsən ürəyində? Tənqid Elə edirəm. məqamlar olub ki, məsələn, ürəyindən bir tikan çıxıb, belə kəskin bir fikir demisən. Nə demisən? Çox bərbad oynamısan demişəm. Mən həmişə özümə qarşı tənqidlə Bəs yanaşan insanam. xarakter olaraq Ləmana nə demisən? Ay ifritə, ay həyasız. Güclü görmüşəm. Çünki çox çətinliklə rastlaşıb. Amma geri addım atmayıb. Yəni sevgisindən heç vaxt geri çəkilməyib. Ona görə də güclü. Haqq qazandırdığın məqamlar olub. Olub, haqq qazandırdığım məqamlar olub, amma tənqid etdiyim məqamlar daha çox olub. Həyatda bəs necə birisən? Yəni sona qədər gedən, yoxsa asanlıqla vaz keçən? İkisinin ortası. Əvvəl daha çox gec vaz keçən biri idim. İndi daha rahatlıqla əl çəkirəm. Yəni səncə dəyərmi ki, o serialda məsələn Toğrula görə o qədər mübarizə aparmaq? Dəyməz. Yəni səni digər tərəfdən ürəkdən sevən biri, amma səni sevməyən, amma sən ona görə hətta intihara qədər belə getdin. Dəyməz. Hər yola əl atdın da, belə deyim ki, tək Toğrul yanında qalsın. Yəni həyatda necə, məsələn, Rəbbilə olaraq bunu eləyərdinmi? Eləməzdim. Serialda ona görə dəyməz deyirəm ki, Ləman üçün. Çünki finalı bilirəm, sonluğu bilirəm. Spoiler vermiş kimi olmuyor. Həyatda isə bilmirəm bu nə dərəcədə düzgün səslənər və düzgün qarşılanar, amma bir insan üçün dəyməz. Çünki insanlar heç vaxt dəyərə qarşılıq vermir. Dəyəri, insanın ona verdiyi dəyəri qiymətləndirmir. Mən belə görürəm və ona görə də heç bir insan üçün sona qədər getməyə dəyməz. Amma sevgi həm də fədakarlıq tələb eləyir, belə deyirlər. Məncə sevgi heç vaxt o fədakarlığın qarşılığını görmür. Bunu sözdə deyir, amma qəlbə onu demək mümkün deyil axı. Qəlbə demək çətindir. Məhz buna görə də bir müddət getmək olur. Yəni sırf qəlbə görə bir müddət o yolu gedirsən, çabalayırsan, vaz keçmirsən, amma sonunda görürsən ki, yox. Məsələn, oynadığın bu obraz sənin sabah bir gün həyatında elə bir məqam yaşana bilər. Sevərsən kimisə, amma o sənə qarşı biganə olar və ona görə mübarizə apararsan. Yox. Aparmaram. Çünki əvvəldən biganə olan insanın sonradan dəyişəcəyinə inanmıram. Ürəyinə hökm eləməyə bacarırsan? Bacarıram. Olub belə? Olub. Bəzi məqamlar olur ki, təbii ki, çətin olur. Çünki insanıq. Hər şeydən öncə insanıq. Hisslər bəzən insana ələ keçirə bilir, amma mən qaçmağı çox yaxşı bacaran insanam. Geri çəkilməyi, kənarda durmağı çox yaxşı bacarıram. Rəvələ, bu gün gənclər arasında məsələn xanımlar var ki, bəzən özünə dəyər vermir, gənc qızlardır. Məsələn, sevdiyi insanın yanında özün, belə deyim, hisslərin ayaq altına atır. Hissləri ona ələ alır. Bununla bağlı biraz fikirləri açıqla da, sırf özündən ki, söhbət getmir, yəni bir gənc xanım olaraq. Yəni gördüyün müşahidələrin, məsələn, hansı məqam səni o qıcıqlandırır ki, baxırsan ki, oğlan onu sevmir, amma qız onun arxasına sürünür, mübarizə aparır falan. Bunları biraz açıqlayardın. Qarşılıqsız sevgiyə gəlib dayanır dediyiniz şey. Belə deyim, mən ümumiyyətlə münasibətlərdə heç vaxt cinsə görə bölmürəm, cinsə görə yanaşmıram. Mən həmişə insan olaraq yanaşıram, insan olaraq o hisslərə dəyər verməyə çalışıram. Bir insanın sevgisinin qarşılıqsız olmağı, bu təbii ki, normal bir haldır. O insanın vaz keçməməyi də mənim üçün normaldır. Mən heç vaxt qarşılıqsız sevən və o sevgisindən əl çəkməyən insana kənardan baxıb da
niyə belə eləyir? Axı buna görə dəyməz. Təbii ki, dəyməz deyirəm, amma onun hisslərini mən yaşamadığım üçün qınamıram. Mən ümumiyyətlə həyatda heç bir şeyə görə heç bir kəsi qınamamışam, qınamıram da. Çünki düşünürəm ki, o insanın nə yaşadığını bilə bilmərəm. Sevgi üçün də bu keçərlidir. Əgər bir insan qarşılıqsız olmağına rəğmən o sevgisindən vaz keçmirsə, mən bunu da normal qarşılayaram. Yəni bu gün əsl sevgilər yoxdur deyə, bax gənclər arasında belə bir fikir var. Daha çox oğlanlar flörtə üstünlük verirlər. Məsələn, ciddi münasibətə gələndə məsələn qaçırlar. Nədən irəli gəlir? Səncə burada münasibətdə oğlanlar günahkardır yoxsa xanımlar, qızlar? Məncə günahkar deyə bir şey yoxdur. Hər iki tərəf üçün də hisslər çox bəsidləşdirilir. Məncə bu bundan irəli gəlir. Çünki insanlar əlçatmaz bir şeyə əl çatdığı zaman artıq onun dəyərini bilmir. Buna hisslər də daxildir. Bir insanı sevirsən, o sənin üçün əl çatmazdır, amma daha sonra o insanla bir münasibət quranda və o insan sənin üçün əl çatan olanda artıq o hisslər ölür, bəsitləşir. Və məncə bu bundan irəli gəlir. Nə adiləşdirdi sevgini bu qədər? Əl çatan olmaq sevgini adiləşdirir. Zaten mənə görə sevgi əbədi bir şey deyil, müvəqqəti bir şeydir və bu bir müddət sonra yerinə öyrəşməyə keçirən bir şeydir. Sevgi nə vaxt ki o insanı sevirsən və artıq onunla birlikdə olursan, öyrəşmək yavaş-yavaş sevgini öldürür və çox uzun müddətdən sonra fərqinə varırsan ki, sevgi deyə bir şey qalmayıb. Sadəcə sevgi mənə görə zəhərli bir hissdir. O zəhərlənməni yaşayırsan əvvəldən, onun təsiri altına düşürsən, o yavaş-yavaş zəhər bədənindən sovrulub çəkilir və onun yerinə alır öyrəşmək. Öyrəşdiyin üçün də o insanı artıq ata bilmirsən. Amma zəhər adamı öldürə də bilər axı. Məncə o zəhərin dərmanı da elə onun özüdür. Öldürə bilər, amma baxır nə qədər onun səni ələ almağına imkan verirsən. Hansı məqamda artıq sən özün o zəhəri atıb özünü qurtara bilirsən. Amma sevgi nə vaxtsa adiləşirsə, onda belə çıxır ki, evlilik də, elə boşanmaların da sayı ona görə Sevgi çox zaten o zəhərin təsiri bitəndən sonra adiləşir. O çox güclü bir şeydir və çox qısa müddət çəkən bir şeydir. Yəni mən düşünmürəm ki, onun təsiri uzun çəkər. Sevgi uzun çəkəcək bir şey deyil. Amma baxır kimə qarşı da sevgi. Bunlar da bölünür. Bugünkü oğlan, müasir oğlanlardan gileylənir qızlar. Ki, nə bilim, əzilib büzülürlər, ay naz eləyirlər, ay belə. Razıyam. Bax, müəyyən bir şeylər, bax bununla bağlı sənin fikirlərini gənc olaraq bilmək maraqlı olardı. Razıyam. Çünki mənə görə oğlanlar indi daha, təbii ki, hamıya şamil edə bilmərəm bunu. Heç bir çaba sərf eləmək istəmirlər, mənə elə gəlir. Yəni, yəni bu qız olmazsa başqa birini sevə bilərəm, başqa birinə gedə bilərəm. Məncə seçim çoxdur, hər kəs üçün seçim çoxdur deyə bu rahatlığın da verdiyi bir şeydir. Yəni olmazsa olmaz, alınmasa alınmasın, okey. Yəni ona görə həm də rahatlıq artıq o çabanın olmağına imkan vermir. Çoxluq həm də. Yəni bu sosial şəbəkədən irəli gəlir, yoxsa necə? Sosial Yəni şəbəkənin əlinin də altında təsiri var, təbii ki. Yəni mənə görə sosial şəbəkə həyatımıza çox təsir edir, amma hər şey göründüyü kimi də deyil. Mənim üçün yəni bu fikirdir ki, kişilər ona görə, oğlanlar ona görə çabalamaq istəmir ki, ehtiyac duymurlar o çabaya ki, dəyməz. Niyə? Bilmirəm. Bəlkə də bu az öncə dediyim kimi o hisslərin bəsitləşməyinə gətirib çıxarır. Ondan irəli gəlir ona görə. Bəlkə qızlarda da günah var. Təbii ki, ümumiyyətlə yenə deyirəm, bunda da mən cinsə bölmürəm. Hər iki tərəfdə var. Günah və yaxud səhv deyil, sadəcə olaraq mənə elə gəlir ki, sevgi elə bir şeydir ki, sənin üçün olan insan qarşına çıxana qədər zaten digərləri ilə alınmamalıdır. Və digərləri də sənin üçün belə bəsit
hisslər olmalıdır. Yəni mən belə düşünürəm. Amma həyatın marağı da ondadır da. Həyatın marağı təbii ki, oradadır. Sevgi olmasa həyatın marağı da olmaz. Amma sevgi həm də zərər verən bir şeydir. Bütün həyatı da sevgi üzərinə qurmaq olmaz. Hər şeydə sırf sevməklə, sevgi ilə yaşamaq da düzgün deyil. %100 özünü ona vermək də yaxşı deyil. Biraz sevgi, biraz iş, biraz ailə həyatı belə arası biraz belə yaşamaq lazımdır deyə İndi düşünürəm. dözümlülük hissi də azalıb. Qızlar daha dözümsüz olublar. Məsələn, ailənin qorunmağında. Dözümlülük işə nə qədər ciddiyə aldığına bağlıdır. Yəni sevgini, ailə həyatını nə qədər ciddiyə almağına bağlıdır. Əgər mən həyatda hər şeyə %100 ciddi yanaşan biri deyiləm. Bu məndə hər şey üçün keçərlidir. Mən 50% rahat həmişə özümü buraxıram, 50% ciddi yanaşıram. Yəni məsuliyyəti çox götürməyi də, ağır məsuliyyət götürməyi də sevmirəm. Bu ondan da irəli gəlir. Mən ümumiyyətlə çox qarışıq bir insanam. Bütün hissləri yaşayan və ən dərinə qədər yaşayan bir insanam. Çox ağır depressiyaya düşərəm bir gün. Çox ağır. Növbəti gün isə o qədər rahat olaram ki, heç onu yaşamamış kimi. Qisasçılsan? Qisasçıl təbii ki. Mən sevirəm qisas almağı. Yəni Sevirəm. səmimi etirafda. Səmimi, yəni səmimi olmağın Yəni qasəti. bir qaşıq suda boğa bilərsən. Yəni sənə pislik eləyən. Həmin anda yox. Mən həmin anda qisas almağı sevmirəm. Bir insan mənim qıcıqlanacağım, mənə pis təsir eləyəcək bir şeyi eləyirsə, mən sevirəm onun o təsirində qalmağı. Çünki o mənim içimdəki o qisas hissini yaradır ona qarşı. Məni incitdi, okey, mən o incinmə hissini yaşayım. Yavaş-yavaş o zamanı gələndə ona daha başqa cür onun qarşılığını verim. Mütləq ki, qarşılıq verirəm. Ən sərt forma. Ən sərt formada kobudluqla yox, xoş şəkildə. Pambıqla baş kəsirsən. Pambıqla elə olmaq lazımdır mənə görə. Çünki onun enerjisində qalmaq istəmirəm. Əgər o qisası pis şəkildə alsam, onun enerjisi məndə qalacaq. Bunu yaşamaq istəmirəm. Pambıqla çox başlar kəsmisən? Pambıqla yox, çox baş kəsməmişəm. Amma kəsdiyim də olub. Mən həmişə ortalıqda, yəni bir insandan qisasımı gözləmədiyi anda və hər kəsin içində olaram. Rəbilə, səni ən çox qıcıqlandıran hansı sual olur ki, onu eşidəndə əsəbləşirsən? Ən çox qıcıqlandıran suallar, şəxsi suallar. Sevmirəm. İşimlə bağlı, işimin maddi tərəfi ilə verilən suallar. Sevmirəm. Bu qeyri-etik hesab edirəm. Belə. Komplekslərin var? Komplekslərim var. Görünüşünə, yoxsa xarakterinə bağlı? Dəyişir. Mən çox ruh halı dəyişən bir insanam. Bəzən bir şeydən çox kompleksə düşürəm. Bəzən o şeylə bağlı çox rahat oluram. Dəyişir. Xarakterlə bağlı da olur, görünüşlə bağlı da olur. Dəyişir. Kaprizli aktrisa demək olar? Yox. Kaprizli aktrisa deyiləm. Amma ilə yola getməyə çalışıram. Çünki yenə deyirəm, o mənfi enerjidə qalmaq mənə yaxşı hiss elətdirmir. Çünki enerjinin təsirində çox uzun müddət qalıram. Teatr, serial, kino. Teatr, serial yoxsa kino, üçü də əvəz olunmazdır. Teatrın sehri tamamilə başqadır. Onun verdiyi zövq tamamilə başqadır. Serialın, kinonun verdiyi zövq və oranın sehri tamam başqadır. Maşallah, bugün Akademik Milli Dram Teatrında çalışırsan. Yəni hər gəncə nəsib olmur orada çalışmaq. Bəli. Ümumiyyətlə, bunu şans hesab edirsən, yoxsa zəhmətin dəyəri kimi hesab edirsən? Ümumiyyətlə, bax, sənət aktrisa olaraq şans, gözəllik, istedad, yoxsa zəhmət? Şans %80%
şans olmalıdır mütləq. Nə qədər istedadlı olursan ol, nə qədər yaxşı olursan ol, mükəmməl ol, şansın yoxdursa alınmayacaq. 50-50-yədir. İstedadın da olmalıdır, hər şey şansa bağlı da deyil. Amma şansın da olmalıdır. Özünü şanslı sayırsan. Şanslıyam. Çox şükür ki, şanslıyam. Son olaraq Rəbilə, suallar necə xoşuna gəldimi? Ümumiyyətlə hansı sual səni daha çox qıcıqlandırdı və hansı daha çox xoşuna gəldi? Heç bir sualınız qıcıqlandırmadı. Mən çox təşəkkür edirəm məni dəvət elədiyiniz üçün. Çox xoş keçdi mənim üçün bu zaman. Heç fərqinə varmadım necə tez keçdi. Suallarınızı bəyəndim. Təşəkkür eləyirəm. Mən təşəkkür eləyirəm.